Temu sifarişlərimi birlikdə unpacking edək. Bu papaq şəkildəkindən fərqli görünür. Bir də qıyıları var ki, bu da çox uzundur. Yəni qıraqdan elə də yaxşı görünmür. Bu cəhətdən biraz bəyənmədim. Amma yenə də istifadə edilə biləcək bir papaqdır. Amma öyrəşəndən sonra deyəsən bəyəndim. Mənə görə ağız baxımında dil təmizliyi də çox önəmlidir. Buna görə təkcə dişləri fırçalamaqla yetinməyib, dil təmizləmək üçün alətləri də sifariş eləmişəm. 2 alətdən ibarət dəstdir. İkisini də istifadə edə bilərsiniz. Yeni il konseptinə uyğun 2 dənə broş sifariş eləmişəm. Gördüyünüz kimi çox minnoş və şirindilər. Bu arada ilk dəfə qeydiyyatdan keçənlərə özəl endirim kuponu ilə birlikdə bu videoda gördüyünüz bütün məhsulların linkini community bölməsində paylaşacağam. Bu isə peluş əlcək bilib aldığım məhsuldur. Əslində şəkildə daha köklü görünürdü, yenə də pis deyil. Saçlarıma fen istisi olmadan ziyansız bura bilmək üçün belə bir məhsul sifariş eləmişəm. Bunun məndə qalın versiyası var idi. Sadəcə olaraq bunu da sifariş etdim ki, daha nazik buruqlar əldə edim. Bu qış ən işimə yarayacaq məhsullardan biri olan tam da budur. Bu kapron görünümlü kalqotqadır. İçi mexli, gördüyünüz kimi isti saxlayacaq, amma eyni zamanda da gözəl görünəcək. Bu məhsulla bəlkə də ilk dəfədir ki, sadəcə mənim videomda qarşılaşırsınız. Ona görə bununla bağlı ətraflı bir video paylaşacağam. Bu LED işığı isə indiyə qədər sifariş etdiyim bütün işıqların önündə gələcək bir məhsuldur. Çünki çox rahat daşınılır. Zaryadkanı çox gözəl saxlayır. Bu arada RGB modelinə uyğun rənglərdə işıqlandırma rejimi mövcuddur.